Toplaşalım ve biz akıl tek biz. Kategori meseleleri benim en çok sevdiğim ders. Kater 6 saat göldə, sonra isə bu gölə tökülən çayın axına qarşı 6 saat 174 kilometr yol getdi. Çayın axını sürəti 5 kilometr olarsa, saatda 5 kilometr olarsa, Kater göldə nə qədər yol getdi? Uşaqlar, yadınızda qalsın. Bizim belə bir sehirli sxemimiz var. Axın ilə öz sürət, axına qarşı çayın sürəti. Uşaqlar, bu sxem heç nəyin yeri dəyişmir. Qarşısında belə 2 dənə ox yazıram. Əvvəlcə kateratda qısa məlumat verirəm. Məsələn, çayın sürəti 3-dürsə və öz sürət 15-dirsə, deməli, yuxarı getdikcə çayın sürəti qədər artır. Yəni, 15-in üzərini tapmaq istəyirəmsə, 15 üstə gəl 3. Axın ilə 18-dir. 15-in aşağısını, yəni axına qarşını tapmaq istəyirəmsə, 15-dən 3 çıxıram. Deyirəm ki, 12 kilometr böl saat. Çox maraqlı bir sxem. Və ya, məsələn, mən sizə deyirəm ki, çayın sürəti 5 kilometr saatdır, axın ilə 50 kilometr saatdır. Əgər aşağıya düşürəmsə, çayın sürəti qədər azalır. 50 çıx 5, öz sürət 45-dir. Axına qarşı 45 çıx 5, 40 kilometr saatdır. Və ya mən sizə desəm ki, çayın sürəti 4 kilometr saatdır. Bu 25, axına qarşı 25-dir. Yuxarı gedirəmsə, çayın sürəti qədər artırıram. 25 üstə gəl 4, 29, 29 üstə gəl 4, 33. Bax, sürəti bu cədvəldə bu şəkildə tapa bilərik. Deyir ki, amma ancaq yadınızda qalsın ki, uşaqlar, bu cədvəl ancaq sürət yazılır. Deyir, axına qarşı 6 saata 174 kilometr yol getdi. Nə olur? O zaman 1 saata getdiyi yol taparam. Kənarda yazıram. 174 böl 6. Bu bizə verir 29 kilometr saat. Bu nəyin sürətidir uşaqlar? Baxın, axına qarşı. Aparıb axına qarşı yazdım. 29 kilometr saat. Çayın sürəti neçədir? 5 kilometr saat. Dedim ki, üzü yuxarı gedəndə qalxır. Öz sürət olur 29 üstə gəl 5, yəni 34 kilometr saat. Axın ilə olur 34 üstə gəl 5, yəni 39 kilometr saat. Deyir, Kater göldə nə qədər yol getdi? Göldə neçə saat yol gedib? 6 saat. Göldəki sürət bərabərdir öz sürətə. Altını vururam. 34-ü təkrar edirəm. Bizdə nəyi soruşur? Deyir ki, Kater göldə nə qədər yol getdi? Kater göldə nə qədər yol getdi? $204 kilometr. Amma 204 cavablarda yoxdur. Niyə yoxdur? Bilmirəm. Niyə Y yazıb? Onu da bilmirəm. Diqqətsizlik etdiyimi düşünmürəm. Yəni bir də hesablayaq uşaqlar. Bax, 6 saata 174 kilometr yol getdi. 174-ü böldüm 6-ya. Axına qarşı sürətimiz 29-dur. Çayın axma sürəti saatda 5-dirsə, 29-un üzərinə 5 gəldik, 34. 34-ün üzərinə 5 gəldik, 39. Yadınızda qalsın, 6 saat göldə. 6 saat göldə. Göldəki sürət bərabərdir öz sürətə. Göldəki sürət bərabərdir öz sürətə. Və ya bunu başqa cür deyə bilər, durğun sudakı sürət. Durğun sudakı sürət. Deməli, göldə nə qədər yol getdi Kater? Göldə 6 saat. Sürət neçə olur? 34. 6 vur 34. Bu da bizə verir 204. Cavab 204 kilometrdir. Keçirik ikinci testə. Birinci sxemi yazıram. Axın ilə öz sürət, axına qarşı və çayın sürəti. Deyir ki, Kater 2 saat axın ilə. Sonra bu çayın töküldüyü göldə 4 saat getdi. Katerin öz sürəti saatda 19 kilometr saat var. Bura 19. Çayın axma sürəti saatda 8 kilometr saat olarsa, 19-un yuxarısını tapıramsa 19 üstə gəl 8. Yəni axın ilə 27 kilometr saatdır. Axına qarşı 19 çıx 8, yəni 11 kilometr saatdır. Deyir, bu müddət ərzində neçə kilometr yol getdi? 2 saat axın ilə. 2-ni vururam axın ilə. 27-yə. Göldə 4 saat. Bayaq dedim. Göldəki sürət öz sürətə bərabərdir. 4-ü də vururam. 19-a 2 vur 27. Bizə verir 54.
4 vur 19 bu bize verir 76. Daha sonra ise bunları toplasaq bize verir 130 kilometr. Düzgün cevab ikinci testimizde C variantı. Üçüncü testə baxırıq. Aralarındakı məsafə 216 kilometr olan iki limandan eyni vaxtda qarşı-qarşıya sürətləri eyni olan iki kater yola düşdü. Axın istiqamətində gedən kater 8 saatda 168 kilometr yol getdi. Yenə cədvəli yazıram. Axın ilə öz sürət, axına qarşı və çayın sürəti. Düzdürmü? Kənarda 168-i bölürəm 8-ə. Bu bizə neçə verir? 21 kilometr saat. Axın istiqamətində axın ilə sürəti olur 21 kilometr saat. Düzdürmü? Çayın axma sürəti də 3 kilometr saatdır. 3 dedim ki aşağı düşürük. 21 çıx 3 18 kilometr saat. 18-dən də 3 düşürük aşağı 15 kilometr saat. Katerlər neçə saatdan sonra görüşür uşaqlar? Baxın. Deməli, bunlar qarşı-qarşıya hərəkət edirsə, deməli, bu biri gəlir axın ilə, biri gəlir axına qarşı. Düzdür? Biz də bilirik ki, əks istiqamətdə sürətlər toplanır. Axın ilə sürətə yazıram, yuxarıda tapmışam 21. Axına qarşı sürətə yazıram 15. Qarşı-qarşıya olduğuna görə toplayırıq. 21 üstə gəl 15. Bu da bizə verir 36 kilometr saat. Deyir ki, katerlər neçə saatdan sonra? Ara məsafə neçə idi? 216. Düzdür? 216-nı da bölürəm 36-ya. Düzgün cavab olur 6. Yəni üçüncü testimizin düzgün cevabı B variantı. Katerin axına qarşı 6 saatda 126 kilometr yol. Kater axına qarşı 6 saatda 126 kilometr yol gedir. Yəni sxemi yazın uşaqlar. Axın ilə öz sürət, axına qarşı və çayın sürəti. Deməli, axına qarşı 6 saatda 126 deyirsə, 126-nı 6-ya bölürük 21. Hara yazıram? Aparıb cədvəldə bu hissəni oxuyun. Axına qarşı yazdım. Çayın sürəti də 3-dür. İndi mən yuxarı qalxıramsa, çayın sürəti qədər yuxarı artır. 24. 24 də 3 artır. 27. İndi nə deyir? Deyir, kater axın ilə 135 kilometr yol neçə saata gedər? 135-i bölürəm. Axın ilə sürətə, yəni 27-yə. Bu da bizə verir 5. Yəni A variantı. 5-ci test, motorlu qayıq 4 saat axın istiqamətində 3 saat axına qarşı getdi. Çayın axma sürəti 4 km saat. Qayığın durğun sudakı sürət. Uşaqlar, təkrar deyirəm. Cədvəli yazdım. Axın ilə öz sürət, axına qarşı və çayın sürəti. Öz sürət bərabərdir durğun sudakı sürət. O da bərabərdir göldəki sürət. Durğun sudakı sürət 16-dır. Ya da deyə bilər göldəki sürət 16-dır. Ya da deyə bilər qayığın öz sürət 16-dır. Çayın axma sürəti 4-dür. Deməli, 16-nın aşağısı olur 16 çıx 4, yuxarısı olur 16 üstə gəl 4, 20. Tapdıq. 4 saat axın istiqamətində 4-ü vururam. Axın ilə, yəni axın istiqaməti 80 kilometr. 3 saat axına qarşı 3-ü də vururam. Axına qarşı, yəni 12-yə 36. Qayıq cəmi dediyinə görə də 80 və 36-nı toplayırıq. Düzgün cavab olur 116, yəni 5-ci testimizin düzgün cavabı C variantı. Yenə 6-cı testdə kater axına qarşı 5 saatda 140 km cədvəli yazıram. Axın ilə öz sürət, axına qarşı çayın sürəti. Deməli, kənarda gedirəm 140-ı bölürəm 5-ə 28. Hara yazıram? Axına, baxın bu sözə. Axına qarşı sürət oldu 28. Çayın sürəti də 4 olduğuna görə yuxarı getdikcə 4 artır. Bura olur 32. Bura isə olur 36. Kater axın ilə sürəti tap. Axın ilə sürət oldu 36. Yəni 6-cı testimizin düzgün cavabı Y variantı. Katerin durğun suda sürəti 22. Uşaqlar təkrar edirəm. Durğun sudakı sürət öz sürət deməkdir. Bunun digər adı göldəki sürətdir. Deməli, katerin durğun suda, yəni öz sürəti 22 km saatdır.
Çayın sürəti 3 kilometr saat, axına qarşı 22,3-dür, yəni 19. Axın ilə 22 üstə gəl 3, 25-dir. Axın ilə 150 kilometr yol neçə saata gedər? 150-ni bölürəm. Axın ilə dediyinə görə axın ilə sürətə, yəni 25-ə cavab olur 6. Yəni 7-ci testimizin düzgün cavabı D variantı. Sonra yenə sxemi yazıram, ərimirəm. Axın ilə öz sürət, axına qarşı və çayın sürəti. Axına qarşı sürət 26, çayın sürəti 2. O zaman öz sürət 26 üstə gəl 2, axın ilə 28 üstə gəl 2, 30. Bunları tapdıq. Axın ilə 210 km neçə saata gedər? 210-u bölürəm axın ilə, yəni 30'a cevap olur 7 C variantı. 8. testin cevabında. Daha sonra axın ilə öz sürət, axına qarşı və çayın sürəti. Durğun sudakı sürət öz sürəti 26. Çayın sürəti 3'dür. Axına qarşı 26 çıx 3. Axın ilə 26 üstə gəl 3, 29. Kater axına qarşı 96 km neçə saata gedər? 92-ni bölürəm. Axına qarşı dediyinə görə axına qarşı sürətə, yəni 23'ə cavab olur 4. Yəni A variantı. Və sonuncu 10-cu testimiz axın ilə sürət. Yenə axın ilə öz sürət. Axına qarşı çayın sürəti. Axın ilə sürət 26'dır. Çayın sürəti 3'dür. Deməli, cədvəli tamamlayaq. Aşağı düşürük. 3 azalır. 23, 23 çıx 3, 20. Bizdən nə soruşur? Katerin durğun sudakı sürət öz sürətinə bərabərdir. O da olacaq 23. 10-cu testimizin düzgün cavabı. Bir dənə ümumi təkrar deyirəm uşaqlar. Axın ilə sürət, axın istiqamətində sürət deməkdir, sinonim ifadələrdir. Axına qarşı sürət isə bəzən axının əksi də deyilir, eyni şeydir. Deməli, öz sürət bərabərdir durğun sudakı sürətə, o da bərabərdir göldəki sürətə. Bunlar da bir-birinə bərabər ifadələrdir. Daha sonra uşaqlar nəyi bilməlisiniz? Əgər siz gedib V sürətdirsə, axın ilə sürətlə axına qarşı sürəti toplayıb 2'yə bölsəz, katerin öz sürətini taparsınız. Ya göldəki sürət, ya durğun sudakı sürət. Fərq yoxdur. Baxın, 26 və 20'ni toplasam 46. Misal üzərində göstərirəm. 46 bölü 2, 23. Doğrudan da nə alındı? Öz sürət. Yox, siz gedib əgər axın ilə və axına qarşını çıxıb 2'yə bölsəz, o zaman çayın sürətini taparsınız. Baxaq, 26 çıx 20. 6 2'yə bölsəm 3. Doğrudan da çayın sürəti 3 idi. Bu da çox maraqlı bir test. Əgər KT dərsində yenə də çətinlik çəkərsinizsə, çalışacağım yenə başqa testlər üzərində video izahlar hazırlayın. Uğurlar.